Salam, 8-ci sinif 1-ci hissədən ümumiləşdirici tapşırıqlar. Birinci sualda, suda və rütubətli yerlərdə yaşayan canlıların əksəriyyətində tənəffüs orqanları bədənin səthinə yaxın və ya bədənin xaricində yerləşir. Quruda yaşayan canlılarda isə tənəffüs orqanları orqanizmin daxilində yerləşir. A-da soruşulur, quruda yaşayan canlılarda olan bu uyğunlaşmanı necə izah edə bilərsiniz? Bildiyiniz kimi, quruda yaşayan canlılarda tənəffüs orqanlarının daxildə yerləşməsinin başlıca səbəbi onları qurumaqdan qorumaq və zərərli mikroorqanizmlərin tənəffüs orqanlarına keçməsinin qarşısını almaqdır. B-də soruşulur, tənəffüs orqanları bədənin səthində olan canlıların bu quruluşunu yaşadıkları mühitlə necə əlaqələndirə bilərsiniz? Bildiyiniz kimi, tənəffüs orqanları bədən səthinə olan canlılara biz balıqları başlıca olaraq misal göstərə bilərik və suda həll olan oksigenin miqdarı havaya nisbətən azdır. Ona görə də bunlar su ilə mütəmadi sürətdə təmasda olurlar ki, daha çox oksigen mənimsəyə bilsinlər. İkinci sualda soruşulur. Oksigen qazının toxuma və hüceyrələrə çatdırılma mexanizminə görə traxeya tənəffüsü ilə dəri tənəffüsünü bir-birindən necə fərqləndirərdiniz çərçə və soxulcan nümunəsində? Bildiyiniz kimi, deməli, çərçədə traxeya tənəffüsü mövcuddur. Onlar stigma və ya nəfəsgahlarla xarici mühitlə əlaqələnir. Deməli, bunlarda tənəffüs orqanları sistemi inkişaf etmişdir. Traxeollar vasitəsilə bütün hüceyrələrə birbaşa oksigen çatdırılmış olur. Onu da deyim ki, traxeolların daxili nəm olur. Müəyyən qədər az miqdarda maye olmuş olur. Soxulcanda isə dəri tənəffüsüdür. Dəri tənəffüsü bildiyiniz kimi dərinin altında soxulcanda həm halqa şəkilli, həm uzun nəzərlər var. Həmçinin deməli onlarda kapillyar sistem mövcuddur və beləliklə də oksigen nəm dəri vasitəsilə həmin kapillyarlara difuziya oluna bilir. Növbəti üçüncü sualımızda qurbağada nəfəs alma zamanı hava əvvəlcə ağız boşluğuna daxil olur. Bu zaman qırtlaq bağlı olur, sonra ağız boşluğundakı hava kisə şəkilli ağciyərlərə qovulur. A-da soruşulur, ağız boşluğundakı havanın ağciyərlərə qovulması zamanı burun boşluğundan çıxmasının qarşısı necə alınır? Fikrinizi əsaslandırın. Bildiyiniz kimi, bu zaman burun dəliyi qapanmış olur, qırtlaq qapağı isə açıq olur və bunun sayəsində də nəfəs alma zamanı hava bronxlardan birbaşa ağciyər kisələrinə keçmiş olur. B-də soruşulur, ağciyərlərdə toplanan karbon qazı hansı orqanlardan keçərək bədəndə kənarlaşdırılır? Bildiyiniz kimi, ağciyər kisə formasında olur, ağciyərlərdən bronxlara, bronxlardan qırtlağa, qırtlaq ağız vasitəsilə birbaşa burun boşluğuna, oradan da xaricə açılmış olur. Dördüncü sualda soruşulur. İnsanda traxeyanın divarlarının quruluşunun təhlili zamanı kiprikli epiteli və vəzli epiteli hüceyrələrini müşahidə edirik. Bax, burada görürsünüz, həm kiprikli epiteli, həm də seli ifraz edən vəzli hüceyrələr mövcuddur. İndi bizdən A-da soruşulur ki, onların orqanizm üçün nə əhəmiyyəti var? Fikrinizi əsaslandırın. Bildiyiniz kimi, deməli, traxeyalara mikroorqanizmlər, sonra toz hücəcikləri keçə bilər ki, onlar seliyə yapışaraq kipriklərin köməyi ilə öskürək zamanı öskürək yaradırlar və bu zamanı o, deməli, xarici mühitə verilmiş olur. B-də soruşulur, bu hüceyrələrin inkişafdan qalması və ya zədələnməsi hansı fəsadla nəticələnə bilər? Əlbəttə ki, normal olmayan hər bir şey müəyyən fəsadla nəticələnir. Burada isə kipriklərin olmaması və yaxud da seliyin ifrazının olmaması bura düşmüş mikroorqanizmlərin orada yapışıb qalmasına və nəticədə yerli nahiyədə iltihab törətməsinə və yaxud da ki, növbəti ağciyərlərə, orqan olan ağciyərlərə keçərək, bronxlara və ağciyərlərə keçərək, orada müxtəlif fəsadların törənməsinə səbəb ola bilər. Verilmiş qrafiki təhlil edin.
Gördüyünüz kimi burada qrafik verilibdir. Qrafikdə deməli olan bizə verilən qrafikdə fikir verin. Qalıq hava miqdarı 1200 kub santimetrə bərabərdir. Mən burada da qeyd etmişəm. Ehtiyat hava deməli ehtiyat hava olacaqdır 1300 kub santimetr. Bax fikir verin 2500-dən 1200-ü çıxsaq biz ehtiyat havanı almış oluruq. Tənəffüs havası isə bildiyiniz kimi 500 kub santimetrə bərabərdir. 300-dən 2500-ü çıxsaq bu 500 qalır. Və yaxud əlavə hava isə gördüyünüz kimi bax bu oxlar arasında olan, bax buradan bura qədər olan məsafədir ki, buradan bax bura qədər olan məsafədir, bura qədər. Bu isə öz növbəsində gördüyünüz kimi 5700-dən 3000 çıxdıqda olan hissəni təşkil edir ki, bu da gördüyünüz kimi qalıq havanı ifadə edir. Qalıq hava 1200 kub santimetrə bərabər olacaqdır. Deməli, əlavə hava daha doğrusu, əlavə hava 2700 kub santimetrə bərabər olacaqdır. Bax, burada gördüyünüz kimi üstündə də dairəyə almışam. İndi bizdən soruşulur ki, A-da verilmiş qrafika əsasən ağciyərlərin tənəffüs potensialını hesablayın. Ağciyərlərin tənəffüs potensialına gəlincə, bura tənəffüs havası və əlavə hava birlikdə götürülür. Onun üstündə biz gördüyünüz kimi tənəffüs havası 500-ə, əlavə hava isə 2700-ə bərabərdir. Bunları da toplasaq 3200 kub santimetr almış oluruq A üçün. B-yə baxırıq, verilmiş qrafika əsasən ağciyərlərin hava tutumunu hesablayın. Ağciyərlərin hava tutumu bərabərdir. Tənəffüs havası, üstəgələk əlavə hava, üstəgələk ehtiyat hava. Bunların isə hər birinin miqdarı haqqında bax burada məlumat vermişəm. 500, üstəgələk 2700, üstəgələk 1300-ə bərabərdir ki, bunları da toplasaq 4500 kub santimetrə bərabər olacaqdır. Ağciyərlərin hava tutumunun miqdarı. C-də soruşulur. Verilmiş qrafika əsasən ağciyərlərin ümumi tutumunu hesablayın. Ağciyərlərin ümumi tutumunda həm deməli ağciyərlərin hava tutumu, həmçinin də qalıq hava birlikdə toplanır. Bildiyiniz kimi 4500 ağciyərlərin hava tutumu idi. Qalıq havamızın miqdarı isə burada da gördüyünüz kimi 1200 kub santimetrə bərabərdir. Odur ki, bunları toplasaq 4500 üstəgələk 1200, o da bərabər olacaqdır 5700 kub santimetrə və beləliklə də qrafika əsasən ağciyərlərin ümumi tutumunun 5700 kub santimetrə bərabər olduğunu tapmış oluruq. Bu qədər. Sağ olun.